Herkese selamlar. Bugün yeni bir oyunla karşı karşıyayız. Bugün oyunda hakimik. Bəli. Bugün hakim olarak oyunları idare edirik ve Türkiye'nin hazırda 3. ligasında hakim olarak oyunlarımızı devam ettiririk. Ve gəlin keçək oyunumuzda Kütahya ve Maraş komandaları karşılaşırlar. Bu oyunu indi hazırda oynayacağıq ve maçımıza başlayırıq. Maraş Kütahya maçımız başladı, göre hakim olarak necə bir oyun başa düşürəcəyik. Hazır topun arkasında kaçmaya çalışırıq ki, topu oyuna hakimiyyətimiz olsun. Top oturulduğunda topu dönməz futbolçu. Burada indi bir foul var. Baxa oyuna göre burada kırmızı oyuncu qaydanı pozur. Açıq-açıq görür Maraşlı oyuncuya. Bir kırmızı kart aslında vermək olar sanki. Kırmızı kart verdim. Diğer oyuncuya isə yok, heç bir qərar vermirəm. Görə qərarımız düzgün yoxsa yox. Top da qalacaq Kütahya oyuncusunda. Çünki burada serbest vuruş ve kararımız düzgündür. Kararımız düzgündür. Golla vuruldu artık oyunda. İndi artık Kahramanmaraş komandası hücum kurmaya çalışır. Göre burada bir foul olacak yoksa yok. Rakibi izledik. Rakibi oyuncular izlemeye devam edirik ve burada bir foul var. Bakalım bir episoda. Bu ötürme zamanı bir ne gözlüyorlar? Bu pozisyonu analiz etmiyorlar aslında. Biraz var edildi çünkü tam olarak bilmiyorum burada offside var yoksa yok. Bu defans oyuncusudur, bu şey oyuncusu. Burada offside'ı görmüyorum yani. Burada offside'ı. Bu ayağı burada. Defans oyuncusu normalde ayağı burada olduğuna göre bu offside'da değil. Hayır. Offside değil bence. Gol keçərildi və bu da bizim için düzgün qərardır və 9.5 rating hazırda almış vəziyyətdir. İkinci oyunda qalmışıq biz burada. Kimi o tərəfə ikisi bitir. Güzel ikinci hissəyə. Və indi isə keçirik ikinci hissəyə görə. İkinci hissədə hansı cür şərtlərlə davam edəcək. Topu üzləmə davam edirəm ki, bizim də bir görə burada bir qayda pozuntusu olacaqmı? Hə, oluyor qayda pozuntusu. Burada bir qayda pozuntusu desəm var. Aha. Gol vurandan sonra desəm nəsə edib Kütahya oyuncusu. Vara baxmaq lazım çünki başqa cür bilmirəm burada nə olub. Hadisələr hansı şəkildə cərəyan edib. Kamerayı yaxınlaşdırmaya çalışıram. Bax burada futbolcu qabağıma əslində burada kəsir deyə görünmür olur. Gol vurur. Gol vuran sonra isə bu futbolcu ona qarşı qaydan pozur. 2 verdinsə. Burada gol vurur. Burada heç bir problem yoxdur. Daha sonra rəqib futbolcu qaydan pozur və rəqibə qarşı biraz pis şəkildə bir hərəkətlər edir. Məndə daha çox bir pozisyona baxmağa ehtiyac yoxdur. Bu oyuncuya birbaşa olaraq qırmızı vərəqə verəcəm. Diğer oyuncuya ise hiç vermeyeceğim tabii ki de ve sonraki pozisyona geçebiliriz. Yani gol da onsuz o. Gol olduğu için yani hiçbir şey ihtiyacı yoktu. Top da elə. Avantajım. Onsuz gol da bu. Gol olduğuna göre maaşı verdi bu yaş. Gol. Kırmızı kart doğru, gol doğru bir karardı. İndi isə keçək digər tərəfə çünki digər kanal hücum qurartığa görüşdə dəqiqələr sürət eləməyə davam edir. Yine bir foul var. Baxa faulə. Burada qayda deyəsən pozulur. Bir də baxa lazım deyə episod eləmək lazımdır. Vara görə var bizə hansı qərar verəcək. Baxın bu epizod zamanı topa aslında toxunur. Bəli, toxunuş topadır. Yəni futbolçu toxunuş yoxdur burada. Biz yaxınlaşdırsaq görə bilərik ki, bu epizod zaman bəli toxunuş topa, yəni ki, burada qayda pozmur əslində. Topu hər iki futbolcu toxunur topa. Hər iki futbolcu. Burada hər iki futbolcu topa doğru bir hərəkət edirlər. Burada diqqətlə baxsa görərik, bəli, hər iki futbolcu topa doğru hərəkət. Yəni burada heç bir qayda pozuntusundan söhbət gedə bilməz. Bu futbolcu özün yeri attığını fikirləşirəm. Uyarı verdim çünki özün yeri atır. Bu oyuncuya heç bir şey verməyəcək. Çünki qayda pozuntusu burada yoxdur açılırsak. Avantaja oynat dedim. Uyarı kötü bir qərar olaraq bu bildirilir Kütahya tərəfindən və gol gəlir 2 olsaq və burada heç bir qayda pozuntusu söhbət gedə bilməz. Topu izləyik görək hara qədər gələcək bu vəziyyətdə və maç bitir 2 kez və oyun bitir. Oyundan sonra hakim puanımız 8.8 xal olaraq
belli olmuş olur. Buna göre bu bize ne şekilde devam ettirecek? Gördüğünüz gibi hazırda bu maçı da bitti. Növbəti maçımız Denizli ve Karşıyaka arasında qeyddəki olacaq. Amma əgər ki biz bugünlük yayımızı bitiririk. Növbəti videolara belə videoların gəlməyini istəyirsinizsə, bu oyunla bağlı növbəti videoların gəlməyini istəyirsinizsə bizə yorumlarda qeyd edə bilərsiniz. Hələlik sağ olun, salamat qalın.